Yekaterinburqda Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mutfalı Şıxlinskinin hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prokuror məhkəmədə Şahin Şıxlinskiyə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 9 il, Mutfalı Şıxlinskiyə isə cəzasını ümumi rejimli cəza müəssisəsində çəkməklə eyni müddətə həbs istəyib. Xatırladaq ki, ata və oğlunun cinayət işi 2025-ci il iyulun 1-də baş vermiş insidentlə bağlıdır. Belə ki, həmin tarixdə Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları içində Mutfalı Şıxlinskinin idarə etdiyi və içində Şahin Şıxlinskinin olduğu avtomobilə hücum ediblər. Bu zaman Mutfalı Şıxlinski avtomobillə FTX əməkdaşlarından birini vurub. Qeyd edək ki, bu ilin martında Şahin Şıxlinski və bir qrup həmyerlimiz barəsində məhkəmə hökmü oxunub. Məhkəmənin qərarı ilə keçmiş diaspor rəhbəri ilk 4 ilini həbsxanada, 18 ilini isə ciddi rejimli cəza çəkmə müəssisəsində keçirməklə 22 il azadlıqdan məhrum edilib. O 2001 və 2010-cu illərdə sahibkarların öldürülməsi və öldürülməsinə cəhddə təqsirli bilinib.